Salam aleykum. Bu erməni qənimətidir. Bəli. İndi başa salaram niyə. Bu Ağdamdan meçiddən götürülən kitabdır. Bunu götürüblər 1993-cü ildə Ağdam işğal olunan gündən bir gün qabaq. Və bu kitabı bugün Ağdamın işğalından azad olunandan gündən 5 il sonra mənə Xankəndi sakini bu kitabı bir neçə günlük verib. Gəlin açaq. Burada bir yazı var. Дорогой Марат, əziz Marat, что не успел ты, сделаем мы. Sən nəyi çatdırmamsan, biz onu bitirmişik. И да поможет нам Бог. Allah köməyimiz olsun. От Армена дорогому другу Марату. Armenidən əziz dost Marata. Ağdam 22 iyul 93-cü il. Bu Armen çox savadlı insan olur. Baxın, görün necə yazıb hamısını. Vergüllər, nöqtələr, tarix, düppədüz. Həm də Quran-ı Kəriminin əvvəlində yazır. Bilirsinizsə, Quran-ı Kərim bu tərəfdən başlayır. Bilməyən insan olsaydı, buradan yazardı. Və yaxud vergülləri, nöqtələri, böyük hərfləri qoymazdı. Amma bu çox savadlı insandır. Təsəvvür eləyin, əziz dostlar, mən də Qarabağda xristiyan kitabları tapmışam. Baxın, bu Böyük İsa Peyğəmbərin kitabı, bu isə ermənilərin qədim Bibliyası. Amma mən nə burada, nə hardasa bir söz yazmamışam. Təsəvvür edin ki, mən də burada yazardım ki, əziz Məhəmmədə və yaxud İsmaila bir hədiyyə. Nə İsmail mənim başa düşərdi bu zarafatımı və hərəkətimi, nə kimsə. Amma bu ermənilərdir. Bugün bu kitabı biz tapdıq və göstəririk bizim və ermənilərin fərqini. Bu Armen Qarabağı işğal eləyəndə, Ağdamı işğal eləyəndə bu kitabı, bu Quran-ı Kərimini götürüb Ağdam meçidindən. Bilirsinizsə, Ağdam işğal eləyiblər 23 iyul. Bir gün qabaq bunlar Müslüman meçidinə girib, oradan olan bütün kitabları götürüblər, Quran-ı Kərimləri və bağışlayıblar öz hərbi dostlarına. Yəqin ki, bu Marat hardasa yaralanıb və Ağdama çata bilməyib, hospitalda bu hədiyyəni alıb. İndi isə mən demək istərdim, həm Armenə, həm Marata sizin kitablarınız bağlanıb, bizim isə Quran-ı Kərim öz doğma torpaqlarındadır, Qarabağdadır. Qarabağ Azərbaycandır. Allah şəhərlərimizə rəhmət eləsin.